Salam əziz şagirdlər və valideynlər, hər birinizi xoş gördük kanalımda. Bugün yenə 4-cü sinif İzzə Nəşriyyatının monitorinqlərə hazırlıq kitabındakı tapşırıqlar sizinlə birlikdə həll etməyə davam edəcəyik. Artıq səhifə 196-dayıq. Yekun monitorinq 9-un riyaziyyat suallarını həll edəcəyik. Baxırıq 31-ci suala. Deməli, 783.254 ədədindəki 8 rəqəminin mərtəbə qiyməti aşağıdakılardan hansıdır? 8 buradadır. Mərtəbə qiyməti deyəndə həmin ədədi yazırıq və ondan sonraki rəqəmlərin yerinə 0 yazırıq. Bu da olur 80.000. D variantı. 32-yə baxaq. Orxanın aldığı kitabları Orxan olmalıydı. Orxan aldığı kitabları 6 rəfə bərabər sayda yığdı. Hər rəfdə 8 kitab oldu. Orxanın neçə kitab aldığını hesablamaq üçün hansı ifadədən istifadə etmək olar? 6 rəfə yığıb və hər rəfdə 8 kitab olubsa, deməli biz 6-nı 8-ə vurarıq. Taparıq ki, 48 kitab alıb. A variantı. 6-nı 8-ə, 8-ə 6-ya vurmaq fərqi yoxdur. Bilirik ki, vuruqların yerini dəyişəndə hasil dəyişmir. 33-ə baxırıq. İndi saat 15:00-dır. Saat əqrəblərinin əmələ gətirdiyi bucaq neçə dərəcədir? Əslində saatı da verib, yəni çox sadədir. Bunu həll eləmək buradakı bucaq görürük ki, nədir? Düz bucaqdır. Düz bucağın da dərəcəsi 90 dərəcə olur. B variantını seçirik. Boş xanaya uyğun ədədi müəyyən edin. 5-də 4 dəqiqə neçə saniyədir? 1 dəqiqə 60 saniyədirsə, deməli biz 60-ın 5-də 4-ünü tapmalıyıq. 5-ə böləndə 12, 12-ni 4-ə vuranda 48. C variantı. Aşağıdakı rəqəmlərdən hansı ifadəsində K-nın yerinə yazıla bilər? Deməli 8872-dən böyük olmalıdır. İlk iki rəqəm eynidir. Elə 7 yaza bilərik. Bəli. 7 və 7-dən böyük rəqəmləri yaza bilərik ki, böyük olsun. O da ancaq B variantında 7 var. Digərlər kiçik rəqəmdə onları yaza bilmərik. 36-ya baxırıq. Hesablayın və müqayisə edin. Hesablayaq. 2-ni 2-yə vurarıq 4, 2-ni 4-ə vurarıq 8, 2-ni 8-ə vurarıq 16, 2-ni 4-ə vurarıq 8, bir də yadda 9. Digər tərəfi hesablayaq. 9, təkliklərin cəmi, onluqların cəmi 8, yüzlüklərin cəmi 7, minlik də 8. 9684 böyükdür 8789-dan. Bu da A variantındadır. 37-yə baxırıq. Orxan kağızdan kəsdiyi və hər birinin sahəsi 36 kvadrat santimetr olan 2 kvadratı yan-yana qoydu. Alınan düzbucaqlının perimetrini tapın. Deyir 2 kvadratı yan-yana qoydu. Burada isə 3 kvadratı yan-yana qoyub şəkildə. Baxaq görək hansının düzgün cavabı var. Deməli kvadratın sahəsi 36-dırsa, biz fikirləşirik ki, kvadratın tərəfi neçədir? Kvadratın sahəsini tapmaq üçün A-nı A-ya vururuq, yəni A-nın kvadratı. Deməli, A-nı özünə vurub 36 olubsa, o hansı ədəddir ki, özünə vuranda 36 eləyir? 6. A 6-dır. Kvadratın tərəfi 6-dır. 2 kvadratı yan-yana qoyursa, burada niyə 3 kvadrat çəkib? Yenə dediyim kimi. Bunun üçüncünü silək. 2 kvadratı yan-yana qoyubsa, burada 2 dənə tərəf var. Deməli, uzunluğu 6-nın 2 qatı olur. 2 dənə 6 var, 12. Və indi bunun perimetrini tapmaq üçün 2-ni vuracaq 6 ilə 12-nin cəminə. 6 ilə 12-nin cəmi eləyir 18. 18-i 2-yə vuranda 36 eləyir, yoxdur. Deməli, 2 kvadratla düşündüyü alınmadı. Deməli, burada yazıda səhv gedibdir. 3 kvadrat olmalıdır. Biz tərəfin 6 tapmışdıq. 3 dənə 6 var burada. Deməli, uzunluq olur 18. 3-ü 6-ya vuranda 18 eləyir. İndi perimetrini tapa bilərik. Eni 6-dır, uzunluğu 18-dir. Düzbucaqlının perimetrini tapmaq üçün enlə uzunluğu toplayıb cavabı 2-yə vururuq. 6-nın üstünə 18, 24. 24-ü 2-yə vuranda 48. C variantı. 38-ə baxaq. Nənə bidondakı 8,4 litr südün 1,4 litrindən şirniyyat hazırladı. Qalan südün bir hissəsini hər birinin tutumu 250 ml olan 8 qaba töküb soyuducuya qoydu. Bidonda neçə litr süd qaldı? 8,4-dün 1,4-dən şirniyyat hazırladısa, biz bunu çıxarıq, görək nə qədər qaldı. Bu eləyir 7 tam qalır. Və deyir, qalan südü, yəni 7 litri, hər birinin tutumu 250 ml olan 8 qaba tökdü. 8 qaba hər birinə də 250, 8-i 250-yə vurub tapırıq ki,
nə qədər südü tökübdüm? Deməli 16, 4 həyatda 20, 2000 millilitr, o da bərabərdir 2 litrə. Deməli 2 litrin tökdü, 7 litr qalmışdı. Bunun 2 litrini tökübsə 7-dən də 2 çıxıb, tapırıq ki 5 litr qaldı D variantı. Ədədlər müəyyən qanuna uyğunluğa görə düzülüb. Bu qanuna uyğunluğa əsasən növbəti ədədi tapın. Baxırıq ki, çox artıbdır. Ədədlər arasında fərq çoxdur. Bu zaman mütləq vurmadan istifadə olunur. Məsələn, onu 2-yə vurarıq. 20, 20-nin üstünə 2 gələndə 22, görək o birisində o alınırmı? 22-nin 2-yə vuranda 44, 44-ün üstə 2 gələndə 46, bəli, alındı. 46-nın 2-yə vuranda 92, 92 üstünə 2 gələndə 94, bəli. Deməli, biz də 94-ü 2-yə vuracaq. 94-ü 2-yə vuranda eləyir 188. Bunun da üzərinə 2 gələcək, eləyəcək 190. B variantı. Şəkildə O nöqtəsi dairənin mərkəzidir. MOZ üçbucağının növünü müəyyən edin. Deməli, dairənin mərkəzi buradadır və görürük ki, OZ və OM tərəfləri çevrənin radiusudur. Digər tərəf isə MZ vətərdir. Nə radiusdur, nə də diametrdir. Bunun ölçüsü fərqlidir bunlardan. Bunlar isə bir-birinə bərabərdir, hər ikisi radius olduğuna görə. Deməli, üçbucağın iki tərəfi bərabərdirsə, iki tərəfi bərabər olan üçbucağa bərabər yanlı üçbucaq deyilir. C variantını seçirik. 4 bucaqlı formasındakı qapının uzunluğu 5 metr, sahəsi 30 kvadrat metrdir. Qapının eni nə qədərdir? Sahəni veribsə, sahə bilirik ki, iki tərəfin hasilidir və bir tərəfi 5-dirsə, digər tərəfi tapmaq üçün 30-u 5-ə bölüb tapırıq ki, 6 B variantı. Mehranın anası bananlı tort bişirdi. Mehran tortun 20-də 5 hissəsini, qardaşı 20-də 4 hissəsini, kiçik bacısı isə qardaşının yediyi qədər tort yedi, tortun hansı hissəsi qaldı? Toplayaq, Mehran 20-də 5-in yeyib, üstə gəl, qardaşı 20-də 4-ün yeyib, üstə gəl, kiçik bacısı qardaşının yediyi qədər, yəni o da 20-də 4 yeyib. Və bunları toplayaq. Məxrəci olduğu kimi saxlayıb sürətləri toplayırıq. 5-dən 4, 9, üstünə 4, 13. 20-də 13-ü yeyilibdir. Bizdən soruşur, hansı hissəsi qaldı? Tamdan çıxırıq 20-də 13-ü. Məxrəcimiz 20 olduğuna görə biri biz 20-də 22-mi nəzərə alırıq və 20-dən 13-ü çıxırıq, qalır 20-də 7 C variantı. 43-ə baxırıq. Piktoqrama əsasən bir gün ərzində hər növ meyvədə neçə kiloqram satıldığını müəyyən edin. Göstərir ki, hər fiqur 10 kiloqramı bildirir. Almanın qarşısında 3 fiqur varsa, 3-ü ona vururuq. Tapırıq ki, alma 30 kiloqramdır. Armudda 4-dür, 4-ü ona vururuq 40-dır. Bananda 2-dir, 2-ni ona vururuq 20-dir. Qarpızda 2, 4, 6 dənədir, 6-nı ona vururuq 60-dır. Baxaq gör hansı variantda bu cür verilib. Belə baxırıq ki, A variantında bu ədədlər qeyd olunub və seçirik A-nı. Keçirik 44-də. Avtomobil 480 km uzunluğunda yolu 8 saata gedir. O sürətini 20 km/saat artırsa, həmin yolu neçə saata qayıdar? Əvvəlcə onun sürətini tapaq. Sürəti tapmaq üçün gedilən yolu zamana bölürük. Yəni 8 saata 480 km yol gedibsə, 1 saata getdiyi yolu, yəni sürət 1 saata getdiyi yol deməkdir. 1 saata getdiyi yolu tapmaq üçün təbii ki 480-i 8-ə bölürük, bu eləyir 60. Bunun sürəti 60-dır. Deyir 20 km artırsa, yəni 60-dırsa 20 km artırsa, olur sürəti 80. Və deyir həmin yolu neçə saata qayıdar? Yolumuz 480 idi. 480 km yolu 80 km sürətlə neçə saata qayıdar? Zamanı tapmaq üçün də yenə bölürük. Yolu bölürük sürətə, bu da eləyir 6. A variantı. 45-ə baxırıq. Hər birində eyni sayda papaq olan 9 qutuda 72 papaq var. 5 belə qutuda neçə papaq var? Biz bir qutunu taparıq. 9-unda 72-dirsə, birini tapmaq üçün 72-ni 9 yerə bölərik. Bu eləyər 8. Bizdən 5 qutunu soruşur. Bir qutuda 8-dirsə, 5-ini tapmaq üçün 5-i də 8-ə vururuq. Bu eləyir 40. C variantı. 46-ya baxırıq. Xətti diaqramda Zaur və Ömərin həftəlik həll etdikləri sual sayıları təsvir edilmişdir. Hansı həftə Zaur Ömərdən 2 dəfə çox sual həll etmişdir? Baxırıq birinci həftəyə, biri 200-dür, biri 200-dən 300-ün arasındadır, deməli 300-dür. 300 200-dən 2 dəfə çox deyil. İkinci həftəyə baxırıq, biri
600'dür, biri 800'dür. 800'də 600-dən 2 dəfə çox deyil. Yəni 800-ü 2-yə böləndə 600 eləmir. 3-cü həftəyə baxırıq. Biri 600'dür, biri 1400'dür. 1400'ü də 2-yə böləndə 600 eləmir, 700 eləyir. 4-cü həftədə biri 1200'dür, biri 1000'dir. Yenə heç biri 2 dəfə çox sual deyil axı burada. Burada baxırıq ki, heç birində digərindən 2 dəfə çox sual həll edilməyib. Variantlarda da düzgün cavablarda B verilib etalonda. Amma ikinci həftədə ümumiyyətlə Ömər Zaurdan çox həll edib. Bu boz rəng olan Ömərdir. Bizə deyir Zaur Ömərdən 2 dəfə çox sual həll etsin. Burada ümumiyyətlə az həll edib, heç 2 dəfə də deyil. Yəni burada düzgün cavab yoxdur. Bu sual özü səhvdir. Keçdik 47-yə. Bölən 22 qismət 10 qalıq 2 olarsa bölünən neçədir? Bölünəni tapmaq üçün bölənlə qisməti vururuq. Əgər qalıq olmayanda təkcə vururuq, qalıq varsa da cavabın üzərinə də həmin qalığı gəlirik. Yəni çətin bir şey yoxdur burada. 22-ni 10-a vururuq, üzərinə də 2-ni gəlirik. Vuranda 220, 220-nin üstünə 2 gəndə 222 D variantı. Keçək 48-ə. 160 dərəcəli bucağın 20-də 8-nə bərabər olan bucaq hansı növdür? Tapaq 160'ın 20'də 8'in 20'yə bölüb 8'ə vuraq. Böləndə 8 edir, 8 8'ə vuranda 64 edir. 64 dərəcə 90'dan kiçikdirsə, deməli iti bucaqdır. D variantı. Keçək 49'a. Müqayisə edin. Deməli 200 kilogram 5'də 1 ton neçə kilogramdır? Mini 1 kilogram 1000 kilogram, 1 ton 1000 kilogram olduğuna görə minin 5'də 1'ini tapırıq ki, neçə kilogram deməkdir? 5'ə bölürük, bu eləyir 200. Yəni bu da 200'dür, bu da 200'dür. Toplayanda 400 kilogram eləyir bura. Digər tərəfdən 5'də 2'ni çıxmalıyıq. Mini 5'ə böldük 200. 200'ü də vururuq 2'yə 400. Bura 400 kilogramdır. Bu da 1000'dir. 1000'dən 400'ü çıxmalıyıqsa bu eləyir 600. 400 600'dən kiçikdir. A variantı. Keçirik 50'yə. 7 kilogram armuddan 3 litr meyvə şirəsi alınır. 12 litr meyvə şirəsi hazırlamaq üçün neçə kilogram armud lazımdır? Biz tapacağıq ki, burada 12 litr 3 litrdən neçə dəfə çoxdursa, deməli meyvə də o qədər çox olacaq. 12'ni 3'ə vurarıq, bölərik. 4 dəfə çox meyvə şirəsini soruşursa, deməli armud da 4 dəfə çox istifadə olacaq. 7'ni 4'ə vuruq, 28. 7 3'ə bölünsəydi, bu cür də həll edə bilərdik ki, yəni 1 kilogramdan neçə litr alınır. Sonra da onu vurardıq 12'yə və yaxud da bu cür də həll eləmək olur. Keçirik 51'ə. Elbrus kağızdan kəsdiyi və hər birinin sahəsi 64 kvadrat santimetr olan 2 kvadratı yan-yana qoydu, alınan 4 bucaqlının perimetrini tap. Deməli, kvadratın sahəsi 64-dürsə, biz tapırıq ki, hansı ədədi özünə vuranda 64 edir. Çünki kvadratın tərəfləri eyni ədədlər olur. Bilirik ki, 8'i 8'ə vuranda 64 eləyir. Deməli, kvadratın tərəfi 8'dir. Burada da 2 kvadrat birləşibsə, bura 8, bura 8, bura olur 16. Yəni uzunluq olur 16. İndi perimetrini istəyirsə, perimetri tapmaq üçün 2'yi vurur 8 ilə 16'nın cəminə. Bunları toplayanda 24 edir. 2'yi 24'ə vuranda 48 eləyir. C variantı. 52'yə baxaq. Yolun kənarında hər 10 metrdən bir məlumat lövhəsi qoyulmuşdu. 1-ci və 30-cu məlumat lövhələri arasındakı məsafəni hesablamaq üçün aşağıdakı üsulların hansından istifadə olunmalıdır? Əvvəlcə 30-cu ilə 1-ci məlumat arasında neçə məsafə var, yəni neçə dənə ara var? Onu tapmaq üçün 30-dan 1-ni çıxarıq. Və bunu da hər biri 10 metr olduğuna görə ona vurarıq. B variantı. İndi səhər saat 12:00-da sutkanın hansı hissəsi keçmişdi? Sutka 24 saatdan ibarətdir. 24'ü 12'yə bölsək, edir 2. Deməli, 2'də 1 hissəsi keçmişdi. A variantı. 54'ə baxırıq. Azərin 20 karandaşı var idi. O 4 dostunun hər birinə 3 karandaş verdi. Aşağıdakı ifadələrdən hansı onun neçə karandaşı qaldığını göstərir. Deməli 20 var. Bundan çıxırıq verdiklərini. Verdiyini də necə taparıq? 4 dost hərəsinə 3 karandaş. 4 vurulsun 3. Bunu mötərizədə də yaza bilərik. Mötərizəsiz də yaza bilərik. Onsuz da birinci forma olur. O da A variantında verilib.
55'ə baxırıq. Minliklər sinfi 6, təkliklər sinfi 520 olan ədəd hansıdır? Deməli, təkli 520 yalnız A variantıdır. Minliyində də 6 var. Deməli, elə budur düzgün cavab. 77127 ədədində təkrarlanan rəqəmin mərtəbə qiymətlərinin cəmi neçədir? Təkrarlanan rəqəm 7-dir. 7-dən başqa digər yerlərə 0 qoyacaq. Bu da olacaq 77007. Yəni biri 70 mindir, biri 7 mindir, biri 7'dir və bunlar toplayanda 77007 eləyir. B variantı. 9 kiloqram qaz əti 117 manat, 221 manat. Neçə kiloqram qaz əti almaq olar? Biz 1 kiloqramının qiymətini taparıq. 117-ni bölərik 9-a. 11-ci də 9 bir dəfədir. 27-ci də 3 dəfədir. 1 kiloqramı 13 manatsa 221 manata neçə kiloqram almaq olar? 221'i bölürük 13'ə. 22-cində 13 bir dəfədir. 22'dən 13 çıxsaq 9, 91-cində 13 7 dəfədir. 17 kiloqram C variantı. 58'ə baxırıq. 18 il əvvəl Əlinin 7 yaşı var idi. 8 il sonra Əlinin neçə yaşı olacaq? Biz əvvəlcə indiki yaşını tapırıq. 18 il əvvəl 7 idisə, indi 18 il keçibdir. 18 yaşı çoxalıbdır. 7-nin 18 gəlirik, bu edir 25. İndiki yaşı 25'dir. Bizdən 8 il sonranı soruşur. Deməli 25'in üstünə 8 gəlirik. Bu da eləyir 33. 59-60-cı suallar diaqrama əsasən həll edin. Olimpiyadada iştirak etməsi üçün bir şagirdinin seçilməsi sütunlu diaqramla göstərilmişdir. Olimpiyadada kim iştirak edəcək? Baxırıq ki, burada ən çox səs yığan Fərqanədir. Deməli, cavab Fərqanədir. Sonra ən çox səs yığan və ən az səs yığan şagirdlərin səslərinin fərqi neçədir? Ən çox Fərqanədir 12'dir. Ən az da Yusifdə 6'dır. 12'dən 6'nı çıxıb tapırıq ki, fərq 6'ya bərabərdir. Bəli, 30 sualın sonuna gəldik, çatdıq. Ümid edirəm sizlər üçün faydalı oldu. Sağ olun, yeni videolarda görüşərik.